Salam uşaqlar, bugün sizinlə 23.04.2022-ci il 9-cu sinif imtahanlarına düşmüş suallarla tanış olacaq. Deməli, birinci səhifə bu formada, ikinci səhifə bu formada, üçüncü səhifə də bu formadadır. Siz saxlayıb baxa bilərsiniz. Biz keçək sualların izahına. Birinci sual belədir. Şəkilli sualdır. Biraz əyri çəkdim. Darıxmayın. Deməli, bu formada bir sual verib. A, B, C, D bucağı verib və bizə A bucağının 7-yə, B bucağının 70-ə, C bucağının 30-a, D bucağının isə alfaya bərabər olduğunu verib. Bizdən alfa minus bettanı soruşur. Uşaqlar, bilirik ki, daxili bucaqların cəmi 180-dir. Bura x yazsam, burada x eləyər qarşılıqlı bucaq deyə. X plus 70 üstə gəlmək beta bərabərdir 180-ə. Eyni şəkildə x plus alfa plus 30 da 180-ə bərabərdir. O zaman bu iki ifadə bərabərdirsə yazıram x plus 70 üstə beta bərabərdir x plus alfa plus 30. Hər iki tərəfdə x olduğu üçün getdi. Alfa çıxılsın beta bərabərdir 70 çıxılsın 30, yəni cavab 40. Bizdən də onu soruşurdu. Növbəti sual 3a üstə gəlinsin 3b-dir. Vuruqlarını ayırın. Sadə bir sualdır. İkisində də 3 olduğu üçün mötərizə xaricinə çıxardırıq. A plus b olmuş olur. Üçüncü sual yenə sadə bir sualdır. 2x böyük bərabərdir 4-dən. Bərabərsizliyi həll et və ən kiçik natural həllini tap. X böyük bərabərdir 2-dən. 2-ni nişanladıq, böyük bərabərdir etdik. Deməli, 2, 3, 4 və s. və ilaxır. Ən kiçiyi neçədir? 2-dir. Növbəti sual 4-cüdür. Y kiçikdir 0-dan. Deyir ki, 9, x-in üstündə 4, y-in üstündə 6 ifadəsini sadələşdir. Bilirik ki, kvadrat kökün altından 9-dan 3, x-in üstündə 4-dən x kvadrat, y-in üstü 6-dan y-in kubu çıxır. Amma belə yazmış olsaq, y mənfidir, düzdür. Məsələn, mənfi 2-dir deyək. Onda mənfi 3 dəfə öz-özünə vursaq, eləyir mənfi 8. Yəni, ifadəmiz mənfi alınmış olur. Biz də bilirik ki, kök altından, cüt dərəcəli kökün altından mənfi də çıxmadığına görə, qarşısına bir dənə nə qoyacaq? Mənfi qoyacaq. Növbəti sual 5-cidir. 5-ci sualda belə deyir. 5x üstə gəlinsin 5 bölmək 25 kəsrinin x-in hansı ən kiçik natural qiymətində düzgün olmayan kəsir? Qayda belədir. A bölünsün B kəsirində A böyük bərabərdirsə B-dən, yəni qısacası sürət məxrəcindən böyük bərabərdirsə düzgün olmaya. Loru dildə deyək, yuxarıdakı ya böyük olmalıdır, ya da bərabər olmalıdır. 5x üstə gəlinsin 5 böyük bərabərdir 25-dən. 5x böyük bərabərdir 20-dən, x böyük bərabərdir 4-dən. 4-dən müsbət sonsuza. Ən kiçik ədədimiz neçədir? 4-dür. 6-cı suala keçirik. Yenə sadə bir sualdır. Belə bir misaldır. 3x minus 4 üstə gəlinsin 2 vurulsun x minus 4 bərabərdir 6. Mötərizə vurub açıram. 15x minus 20 üstə gəlinsin 2x minus 8 bərabərdir 6. 15x-in üstünə 2x gəlirəm 17x. 28 bərabər 6. 17x bərabərdir 6 üstə 28. Bax, bu tərəfə keçirdim. 17x bərabərdir 34. X bərabərdir 2. Tənliyimizi həll etmiş olduq. Növbəti sual 7-cidir. 7-ci sualda bizə gözəl bir tənliklər sistemi verib. 2x minus y bərabər 9. X plus y bərabərdir 12. X, y hasilini soruşur. Bildiniz niyə gözəldir? Çünki hazır biri mənfi, biri müsbət verib. Yəni, toplasaq alt-alta. 3 dənə x, bax, biri müsbətdir, biri mənfi. Eyni şeydən biri müsbət, biri mənfi olan da gedir. Sonra bunları da toplasaq elədi necə? 21. X bərabər 3-ü nəyə vuranda 21 eləyir? 7-yə. X-i tapdıq. Yaxşı, x plus y 12 idisə, 7 üstdən neçədir? 5-dir də. Y-imiz də elədi 5.
Deyir hasilini tapın. 7 vurulsun 5 bərabərdir 35. Növbəti sual 8-cidir. 3də 1 çıxılsın 4də 1-in kvadratı. Bizə deyir ifadənin qiymətinin tərsini tapın. Əvvəl ifadənin qiymətini tapaq. Ortaq məxrəc tapıram bunlara. 4 buna, 3 buna, yəni 12. 4 çıxılsın 3 kvadratı. 144də 1. Çünki 12də 1 eləyir kvadrat. Tərsəsi də elə 144-ün özü etmiş olar. Növbəti sualımız AB çıxılsın BC bərabərdir 2də 1 olarsa deyir. A çıxılsın C, B üstə gəlinsin C, üstə gəlmək A minus C, B minus C ifadəsinin qiymətini tapın. Bilirik ki, bax, birincini birinciyə, sonra ikinciyə. İkincini buna, buna. Eyni şəkildə burada da. Buna, buna. İkincini də buna, buna vurmaq lazımdır. İşarələrə diqqət edirik. Başladıq. AB üstə AC çıxmaq CB çıxmaq C'nin kvadratı. Üstə AB çıxmaq AC çıxmaq BC üstə C'nin kvadratı. Baxın, burada mənfi müsbət C'nin kvadratları getdi. AC-nin müsbəti ilə mənfisi getdi. Qaldı nə? 2 dənə AB çıxılsın 2 dənə BC. 2-ni çıxartsam AB çıxılsın BC. Bunu da verib özü 2də 1. Yazıram yerinə 2 vurulsun 2də 1. Cavab eləyəcək neçə? 1 etmiş olacaq. Növbəti sualımız 10-cudur. 10-cu sualda bizə gözəlmi gözəl yenə 2 dənə bir-birinə oxşar 3 bucaq verib. Bu bucağın bu bucağa bərabərliyin verib AA. Biz əzbər bildik ki, qarşılıqlı bucaq olduğu üçün BB, üçüncü bucaq C-dirsə, digərində üçüncü bucaq C olmalıdır ki, cəmlər 180-ə bərabər olsun. 6-nı verib, 9-u verib, 10-u verib, X-i soruşur. Yazıram A, B, C. A-nın qabağı 9. C-nin qabağı 6. A-nın qabağı X. C-nin qabağı neçə? 10. 6x bərabər 9 vurmaq 10. Çarpaz vurdum. X bərabərdir 90 bölümümüzün 6. X da bərabərdir 15. Bu formada həll olunacaq. 11-ci sualda bizə deyir ki, 8, 3, 4, 9, 2, 1. Bu ədədlərdən yalnız bir dəfə istifadə etməklə alınan ən böyük ədədlə ən kiçik ədədin cəmini tapın. Ən böyük ədədi yazıram. 9, 8, 4, 3, 2, 1. Balacanı yazıram. 1, 2, 3, 4, 8, 9. Cəmin soruşur. 10 yazdıq, 1 yatdı. 10 yazdıq, 1 idi, yenə 1 yatdı. 7, 1 də yatdı idi. 8, 7, 0 yazırıq. Yenə 1 yatdı, 10, 1 də yatdı idi, 11. Yəni olur bu formada ədədimiz. Cəmi tapmış olduq. Növbəti sualımız 12-cidir. Əbob 74 və 102 vurulsun Əkob 74 vurulsun 102. Ədəd 5-ə bölünməsindən alınan qalığı tapın. Mən sizə asan üsulunu göstərəcəm. Bilirik ki, Əbob vurulsun Əkob elə A vurulsun B-yə bərabərdir. Yəni bu ədədimiz 74 vurulsun neçədir? 102. 5-ə bölünəndə 5-ə bölünmənin qaydası nə idi? Sonu 0 və 5 ilə bitməli idi. Yəni son rəqəmlərinə baxırıq. 4, 2. 4, 2 eləyir 8. 8-i 5-ə böləndə qalıqda neçə qalır? 3. Deməli, cavabımız neçə olacaq? 3 olmuş olacaq. Növbəti suala keçirik 13. 13 də şəkilli sualdır. Bu formada bir sualdır. 8, 6, 4,
5 formasında verib. Şəklin perimetrini tapın deyir. Mən nə edirəm? Şəkli bir neçə hissəyə böldüm ki, səliqəli bir şeyə bölməyə çalışacağam. Deməli, əgər bizim bu hissəmiz 4-dürsə, bununla paralel olan bu yerdəki hissədə nə olacaq? 4 olacaq. Ümumilikdə 8 olduğu üçün burada 4. Paralel olan tərəfdə neçə olacaq? 4 olmuş olacaq. Pifagora görə mütləq yazmalısınız. Pifagora görə əgər açıq sualdırsa ya da 5-in kvadratından çıxmalısınız, 4-ün kvadratını tapmalısınız. Bura 3-dür. Burada 6 olduğu üçün qarşısındakı paralel tərəfdə 6-dır. Perimetr kənarların cəmi olduğu üçün başlayıram. 8 üstə 6 üstə 4 üstə 5 üstə burada neçə? 9. Yəni cavab 10 üstə 17 üstə 5 22 32 70 olacaq. Hesablama stilimdən nə bilim valla. Deməli, belə bir çevrəmiz var. Özdə siz bəyənən. Niyə siz bəyənən özünüz bilirsiniz. Şəkli özü qəşəngcənə verib. Sizdən soruşmur. Bura 6 verib, BM-i bütövi bu hissə verib 9. Bizdən bax bu hissə soruşur. Qayda hər hansı çevrədə toxuna, bu da kəsən. Toxunanın kvadratı bərabər idimi? Qıraqda qalan vurulsun bütöv. I10-u tətbiq edirik. 6-nın kvadratı bərabər x vurulsun bütöv 9. 36 bərabər 9x, x bərabər 4. Bitdi. Allah'a şükür eləyin, axıracan verib. Ola bilərdi ki, bizə ifadəni belə verərdi. Çaşdırmaq üçün. 6 verərdi, 4 verərdi, x verərdi. Məsələn deyirəm, onda yazardınız x-in kvadratı bərabərdir 4 vurulsun. 4 üstə gəlinsin 12. Hardan gəl? Bunun axıracan özünü çəkməlisən. Yəni şəkilə diqqət edin. Bu kəsəndirsə ən axıra qədər kəsilməlidir. Yaxşı. 15-də. Deyir ərinti bir şey var. 75 qram qızıl. 300 qram gümüş var. Ərintinin neçə faizin qızıl təşkil edir? Təbii ki, 375 qram idi. Bunun 75-in təşkil edirdi. 375 ilə 75-i hələ ixtisar aparaq görəsən 25-ə. Hə, aparaq. 75-ə aparsıq, 25-ə aparsıq, bu eləyəcək 15 dəfə. Bu eləyəcək 3 dəfə. Elə 75-ə aparmaq olarmış. Bunu da apardıq 5 dəfə. Cavab eləyəcək 20%-in təşkil edirmiş. Növbəti sualımız olacaq 16. Sual belədir. K-nın hansı qiymətində x kvadrat çıxılsın 12x plus k bərabər 0 tənliyinin köklərindən biri digərindən 3 dəfə böyüdür. x1 yəni a-dırsa, x2 bərabərdir 3a-ya. Cəmi bilirik ki, v-ə görə müsbətidir bunun. Yəni mənfi 12 yox, müsbət 12. a plus 3a bərabərdir 12. 4a bərabər 12, a bərabərdir 3. A-nı tapdıq 3. Deməli 3, 9. Hasili də k-ya bərabər 4 idi. Olacaq 27. Növbəti sualımız 17. Deyir ki, paralelipipedin tərəflərindən biri 5. Gəlin gözəl paralelipiped çəkək bir dənə. Paralelipipedi çəkdik. Tərəflərindən biri 5, hündürlüyü 6-dır. Həcmi isə deyir 60-dır. Onda yazarıq ki, V bərabərdir ABC, yəni 6 vurulsun, 5 vurulsun, burada B yazsaq, bərabərdir 60. B bərabər neçə? 2. Deyir, tam səthinin sahəsini tap. Tam səthinin sahə düsturu 2 vurulsun, AB üstə BC üstə gəlinsin AC-dir. Yəni 2 vurulsun, 10 üstə gəlinsin, 12 üstə gəlinsin 30. 40, 52,
vurulsun 2. 104 etmiş olacaq. Növbəti sualımız belədir. 3, 5, 7, x, y, 17, 18, 20. Ədədin medianı 13 olarsa, bu ədədin medianı əgər 13 isə, bilirik ki, artan sırayla düzülüb, getdilər, qaldı bu ortadakı. Ya x plus y bölünsün 2, 13'dür, ya da 13 bunlardan biridir. 2 dənə ədəd qalanda bilirik ki, toplayıb 2-yə böləndə ədədin medianı alınırdı. Deməli, x üstə y 26-dır. Və biz ədədi 17-dən kiçik götürməliyik. 17-dən kiçik götürsək, 16, 16-ın üstünə təbii ki 10 gələndə. 15 götürsək, 15-in üstünə 11 gələndə eləyir. 14 götürsək 12, 13 götürsək 13. Bizə deyir ki, hasilin ən böyük qiymətin, təbii ki 169, ən yaxın ədədlər ən böyük hasili verir. Bu da belə. Getdik növbəti suala. Deyir ki, tərəflərindən biri 13,4. Digəri 4,9 olan üçbucağın üçüncü tərəfinin ala biləcəyi ən kiçik tam qiymət neçə olar? Üçbucaq bərabərsizliyinə görə 13,4 çıxılsın 4,9 kiçikdir x, kiçikdir 13,4 üstə 4,9. Çıxanda eləyəcək 5, 8,5 x, bu tərəfdə eləyəcək 3, 8, 18,3. Olacaq neçə? 9. 8,5-dən böyük ən kiçik ədəd 9 eləmiş olar. Sonra bizə bir dənə qəşəng yenə bir dənə çevrə verib. A nöqtəsi verib, P verib, C verib, D verib, Y verib. Burada qəşəng F verib, burada da bir dənə B verib. Deyir ki, təsadüfən seçilmiş bir nöqtənin. Baxıram əvvəl neçə nöqtə var? 1, 2, 3, 4, 5, 6, 7 nöqtə var. Onlardan cəmi birinin radiusdan kiçik məsafə, yəni çevrənin daxilində olması. 4 dənə də o nöqtədir. Ehtimalın tap. Yəni əlverişli hal sayının mümkün hal sayına nisbətini soruşurdu. O da eləyəcək 7-də 4. Növbəti suala keçirək. Düzbucaqlının uzunluğu enindən 3 cm böyükdür. X plus 3. Perimetri 26'dır. Yəni x üstə x plus 3 vurulsun 2. Bir nəfərlər soruşacaq hardan gəldi? 2 vurulsun A plus B düsturundan. En bu, uzunluqda bu. Bərabərdir 26'ya. Onda 2x plus 3 bərabərdir. Bunu buna bölsəm 13. 2x bərabərdir 10, x bərabərdir 5. Yəni eni 5'dir, uzunluğu da elədir 8. Sahə də AB olduğu üçün bizdən sahə soruşur. 5 vurulsun 8 eləyəcək 40. Keçdik növbəti suala. 22. 3 binanın hündürlükləri nisbəti 11 bölünsün 14 bölünsün 17'dir. Neyniyərəm? 11K üstə 14K üstə gəlsin 17K bərabərdir 84'ə. Eləyir 30, 41, 42, K bərabər 84, K bərabərdir 2. Birinci 22, ikinci 28, üçüncü də 34. Deyir ki, hər birinin ilk mərtəbəsi 4 metrədir. Qalanları 3-3'dür. Bir mərtəbəsi 4, qalanları 3-3. Deməli, hərəsindən 4'ü çıxıram. 22'dən 4'ü çıxdım, yəni bir mərtəbə çıxdım, 18. Artıq bir mərtəbə çıxdım. 18'i böldüm 3'ə, elədi 6. Baxın, 6 dənə burada mərtəbə var. 1, 2, 3, 4, 5, 6. Bir dənə də 4-cü olan, 4 metrlik olan əvvəl çıxdığım 7. Burada 28'dən çıxdım 4'ü, 24. Böldüm 3'ə 8. 8 3 metrliklərdir. Bir dənə də 4 metr var da, 9'dur da burada. Bu da 34'dür, çıxdım 4'ü, 30. Böldüm 3'ə, elədi 10. 10 dəbi idi, bir dənə də birinci mərtəbə 11. Deyir, ən kiçiyin neçə mərtəbəsi var? Gördüm ki, 7 dənə mərtəbəsi var imiş. Növbəti sual. Deyir ki, diametrinin ucları, bax bu super sualdır. Diametrin ucları
5 mənfi 3, mənfi 3, 3 nöqtəsindən keçən çevrənin tənliyi yaz. Əvvəl mən nə edirəm? Diametrin ortasını tapıram ki, mərkəzi tapam. Ortanın tapılma düsturu x orta bərabərdir. x1 üstə gəlinsin, x2 bölünsün 2. Yəni 5 üstə gəlinsin, mənfi 3 bölünsün 2. Eləyəcək 1. Y orta bərabərdir. x1 üstə gəlin, y1 üstə gəlsin, y2 bölünsün 2. Yəni mənfi 3 üstə gəlinsin, 3 bölünsün 2. Bu da isə 0. Deməli, mənim mərkəzim 1, 0 nöqtəsidir. Yaxşı, məsafəyə tapaq, yarıya bölək, radiusu bilmiş olaq. Məsafə də belədir. Mənfi 3 çıxılsın 5-in kvadratı, üstə gəlsin 3 çıxılsın mənfi 3-ün kvadratı. 8-in kvadratı üstə 6-nın kvadratı eləyir 100, o da eləyir 10. Deməli, buradan bura qədər məsafə 10 imiş. Radius neçə imiş? 5 imiş. 10 da çevrənin tənliyi, baxın, burada yazıram. X minus x1, yəni 1 kvadratı üstə y minus 0-ın kvadratı ilə gedir belə, bərabərdir radiusun kvadratı. Yəni 25. Bu formada olmuş olacaq. Növbəti sual 24-cüdür. B-nin hansı qiymətində y bərabər x kvadrat üstə gəlinsin 2b minus 4 funksiyası 1-5-dən keçər. Bilirik ki, birinci dayanan x, ikinci y-dir. Qoyurum yerinə. 5 bərabərdir 1-in kvadratı üstə gəlinsin 2b minus 4. Keçirdim bu tərəfə, keçirdim bu tərəfə. Oldu. 5 üstə 4 çıxılsın 1 bərabərdir 2b. 8 bərabər 2b, b bərabərdir 4. Bu qədər bəsit. Və sonuncu 25-ci sual. A çoxluğunun hər bir elementi ondan kiçik mürəkkəb ədədlərdir. Gəlin ondan kiçik mürəkkəb ədədləri yazaq. 4, 6, 8, 9. A çoxluğunu tapdıq. B çoxluğun özü verib ki, 1, 2, 4, 8-ə. Deyir n, A birləşir B ilə tap. Əgər buramoy tapa bilmirsinizsə, 8-i 4-ü ortaya yazdınız. A-dır, B-dir, 9, 6, burada 1, 2. Deməli, neçədə oldu? Gördüyünüz kimi 6-da oldu. İstəsəz, birləşmə qaydası ilə də 1, 2, 4, 6, 8, 9. Belə də sayla da tapa bilərsiniz. Belə, sağ olun, salamat qalın.